Zulfa Xudafərinin mərzi yollarından bəhrəbərdarlıq eləməklə həmzəman Azərbaycan Cümhuriyyətindən Xodmuxtar Naxçıvan Cümhuriyyətinə yollanan əvvəlminci məxmulə Xudafərin tərəfindən məmləkətimizə varid oldu. Araz çayının haşiyəsində Cərdənələr və Səbul-Ubur məntəqələrdə düzənlənib, cəmən 180 km boyu var. Bu yolda 100 dəhənə 8 metrlik körpü düzənlənib. Bu yolun bəzi yerlərində biz məcbur olmuşuq. Xududa 60 metr boyunda daşları yaraq və bu yolu çəkək və asfalt eləyək. Ta eləyə bilək Azərbaycanla Naxçıvanın ittisalını bərqərar eləyək. Mərdum Azərbaycana xatir. Zulfa Xudafərin yolu Azərbaycan Cümhuriyyəti ilə Naxçıvan Cümhuriyyətinin irtibatını Qarabağ zəncinə görə qırılmışdı, mümkün elədi. Bu yol iftida olunmamışdan Azərbaycan Cümhuriyyətinin kamyonları Cümhuriyyət İslamiyyə İran torpağından istifadə eləməklə və Astara, Ərdəbil, Meşinşəhər, Əhər, Təbriz, Mərənd və Zulfa şəhərlərinin tərəqi ilə Naxçıvana gedirdilər. İndi bu yoldan istifadə eləməklə bu məsafətdən 250 km azalıbdır. Bu yolun iftitah olunmağı mövridində ağay Afiyəddin Cəlilov, Azərbaycan Cümhuriyyətinin parlament müavini tövzih verirlər. Azərbaycan Prezidenti Əbülfəz Elçi bəyin, Azərbaycan dövlətinin, Azərbaycan parlamenti adından öz minnətdarlığımızı bildiririk. İran Azərbaycana istər mənəvi, istər maddi dayaq olmaq etibarilə Naxçıvan Muxtar Respublikasının mühasirədən çıxarılmasında çox mühüm tarixi bir iş gördü. Cəmi Azərbaycan xalqı bugünkü günü heç vaxt yadından çıxartmayacaq.